I come from mountain, from Dagestan. Looks like he tapped. And still undefeated. I train all my life. My father teach us wrestling, combat sambo. Dağıstan, Qafqaz dağlarının qoyunda yerləşən, təkcə möhtəşəm təbiəti ilə deyil, burada yetişən döyüşçülərin ruhu ilə də əzəmət qazanan bir diyardır. Bu torpağın dağları yalnız təbiət möcüzəsi deyil, eyni zamanda mübarizənin, əzmkarlığın və qələbənin simvoludur. Sərt iqlimi və çətin coğrafiyası burada yaşayan insanlara dözümlülük, güc və iradə aşılayır. Bu möhtəşəm dağlara baxan hər kəs sanki bir hekayə, bir əfsanə, bir mübarizə görür və bu mübarizə yalnız təbiətə qarşı deyil, eyni zamanda həyatın özü ilədir. Dağıstan Rusiya Federasiyasının cənubunda, Qafqaz regionunda yerləşən strateji əhəmiyyətli bir bölgədir. Onun Şimali Qafqazın geniş düzənlikləri ilə, cənubu Azərbaycanla, qərbi Çeçenistan və Gürcüstanla, şərqi isə Xəzər dənizi ilə əhatə olunur. Coğrafi baxımdan Dağıstan həm dağlıq, həm düzənlik ərazilərdən ibarətdir. Qərb və cənub hissələrini Böyük Qafqaz dağları bürüyür ki, bu da bölgəyə sərt iqlim və mürəkkəb relyef bəxş edir. Şərqdə Xəzər dənizi yerləşir və bu Dağıstana mühüm dəniz çıxışını qazandırır. Və məhz bu torpaqlarda bütün dünyada tanınmış bir döyüşçü Xəbib Nurməmmədov dünyaya göz açdı. Onun həyat hekayəsi Dağıstanın sərt, amma möhtəşəm təbiətinin canlı simvoludur. O, bu torpaqların ruhunu özündə daşıyır və hər döyüşü ilə Dağıstan dağlarının əzəmətini dünyaya nümayiş etdirir. I'm born from crazy mountains. Цумадинский район. Потому что этот район называется Цумадинский район. Отсюда мое селение. Xəbib Nurməmmədov 20 sentyabr 1988-ci ildə Dağıstan Tusuman rayonu Sildi kəndi ağır əsilli bir ailədə dünyaya gəldi. Dağıstandakı bir çox uşaqlar kimi o da erkən yaşlarından güləşməyə başlamışdı. Atası Əbdülmaraq Nurməmmədov onun ilk məşqçisi idi. Əbdülmaraq Sovet ordusunda xidmət keçmiş və uşaq yaşlarından güləşlə məşğul olmuşdu. Daha sonra karyerasını məşqçi kimi davam etdirən Əbdülmaraq öz həyatını Dağıstanda gəncləri yetişdirməyə həsr etdi və bölgədə yayılmış radikal dini cərəyanlardan uzaq bir idman mədəniyyəti formalaşdırmağı bacardı. Onun fədakarlığı, əzmkarlığı və disiplini Dağıstan gənclərinin yaxşı bir idmançı kimi formalaşmasında çox mühüm rol oynadı. Как армейка. Такая жизнь у нас была вот армейская. И отец всегда говорил, ну, я лучше знаю, чем вы, так что делайте то, что я вам. Детские воспоминания об отце у меня остались такие. Был всегда режим. If I see someone like almost my size, and I look at him like my enemy, you know, because I knew my father gonna make me wrestle with him. 2001-ci ildə Nurmagomedovlar ailəsi Mahaçqalaya köçdü. Burada Xəbib 12 yaşında güləş, 15 yaşında cüdo ilə məşğul oldu. 17 yaşında isə atası ilə birlikdə döyüş sambosu üzrə məşqləri davam etdirdi. Atası eyni zamanda Dağıstanın döyüş sambosu milli komandasının baş məşqçisi idi. Xəbib daha sonralar samboda dünya çempionu da oldu. I competed maybe 7 years in combat sambo. Maybe I have almost 200 fights. I become two-time Russian champion, two-time world champion in combat sambo. Going school, come back, training, come back. Just father try to invest everything what they have, time, energy, money. I sacrifice everything what I have. Atasının istəyi ilə Xəbib Nurməmmədov 2008-ci ildə peşəkar MMA karyerasına başladı və bir ay ərzində 4 qələbə qazandı. Sonraki 3 il ərzində məğlubiyyətsiz seriyasını davam etdirərək 12 döyüşün 11-də rəqiblərini bitirişlə məğlub etdi. Bu seriya çərçivəsində o M1 qlobala da debüt etmiş və gələcək Bellator çempionluq namizədi Şahbulad Şamhalevi ilk raundda Arun Barfəndi ilə məğlub etmişdi. 16-0-lıq məğlubiyyətsizliyindən sonra Nurmagomedov UFC-yə keçid etmək istəyirdi. Amma Pro UFC ilə müqavilə problemləri buna mane oldu. 6 məhkəmə prosesindən məğlub çıxandan sonra növbəti 5 məhkəməni qazanan Nurmagomedovlar Pro UFC ilə ortaq
razılığa gəldikdən sonra UFC ilə müqavilə imzalandı. 2011-ci ildə imzalanan bu müqavilə 6 döyüşlə 7 və gələcəkdə o İslam dünyasından ilk idmançı olaraq UFC kəmərini belinə keçirəcəkdir. Habib Nurmagomedov 2012-ci ildə UFC-də ilk döyüşünə çıxdı. 3-cü raundda Naked Choke ilə Kamal Sholorov'u məğlub etdi və ilk qələbəsini qazandı. Bu döyüşdə Habib güləş mövzusunda yaxşı olsa da, ayaqüstü döyüşdə o qədər də yaxşı görünmədi. UFC 148-də Glossen Tibon'un hakimləri yeşil qərarı ilə məğlub etdi. Növbəti döyüşü isə Thiago Travesə qarşı oldu və nokautla qazandı. UFC 160-da Abel Trujillo'nu hakim qərarı ilə məğlub etdi. Bu döyüş öncəsi Habib çəki salmaqda çətinlik çəkdiyi üçün uyğun çəkidə döyüşə çıxmamışdı. Növbəti döyüşü Patela'ya qarşı oldu və yenə hakimlərin ortaq qərarı ilə məğlub etməyi bacardı. Bu döyüşdən sonra Dana White Habib barəsində xoş fikirlər bildirmişdi. No problem. Unbelievable. When we going to Russia? No, this kid's impressive. You gonna go to Russia? Kartal UFC-də qələbələrinə davam edirdi və artıq 5-ci qələbəsini qazanmışdı. Habib 19 aprel 2014-cü ildə Rafael Dos Anjos ilə üz-üzə gəldi. Dos Anjos keçmiş UFC çempionu idi və bu döyüş Habib üçün böyük sınaq idi. 3 raund boyunca rəqibinə qarşı üstünlük quran Habib döyüşü qazandı. 2015-ci il Habib üçün uğursuz keçdi. Diz zədəsindən əziyyət çəkən Habib planlaşdırılan Donald Cerrone və Tony Ferguson döyüşlərinə çıxa bilmədi. 2016-cı ildə UFC Tony Ferguson döyüşünü yenidən təşkil etsə də, Tony ağciyər probleminə görə döyüşdən çəkildi. Ferguson Darrell Horchel ilə əvəzləndi. Bu döyüşdə Habib 2-ci raundda texniki nokautla qalib gəldi. Növbəti UFC müqaviləsi çempionluq döyüşü üçün idi və Habib UFC 205 və ya 206 üçün çempion Eddie Alvarez ilə döyüşə çıxması planlaşdırılmışdı. Ancaq bu döyüşün əvəzində Eddie Alvarez Conor McGregor'a qarşı kəmərini qoruyacağını açıqladı. McGregor'un zirvədə olduğu dövr idi. O, featherweight kəmərinə sahib idi. Lightweight kəmərini də götürmək istəyirdi. Alvarez isə bu döyüşü seçməyi daha çox pul və populyarlığa görə etmişdi. Habibin çempionluq döyüşünün ləğv olunması xoşuna getmədi və sosial mediadan dəfələrlə bunu dilə gətirdi. Buna baxmayaraq, Habib öz yoluna davam etdi və yeni döyüşünə çıxdı. Rəqibi Michael Johnson idi və Habib submission ilə qələbəni təmin etdi. Döyüş sonrası açıqlamasında Habib narazılığını ciddi şəkildə dilə gətirdi və Conor McGregor ilə olan intriqa məhz bu döyüşdən sonra başladı. Excuse me, guys. Alhamdulillah, I want to say something. I want to stay humble, but I have to talk because your guys talk too much. And you know what interesting? Your guy, beginning of the year, he tap like chicken. End of the year, he fight for the title. Crazy. Hey, you know, guys, this is true. This is not trash talking. Hey, guys, Irish only 6 million. Russian 150 million. I want to fight for your chicken because this is #1 easy fight in lightweight division. Alhamdulillah. Növbəti rəqib Tony Ferguson idi. Amma Habibin kilo kəsərkən xəstələnməsi səbəbilə döyüş təxirə salındı. UFC 219-da Edson Barboza ilə döyüşən Habib 3 raund nəticəsində hakimlərin ortaq qərarı ilə qalib gəldi. Döyüşdə rəqibinə üstünlük quran Habib ilk dəfə gecənin performansı bonusunu da qazandı. Lightweight kəməri Conor'da idi. Amma o uzun müddətdir kəməri müdafiə etmirdi. UFC bu səbəbdən kəməri Conor'dan aldı. Kəmər üçün isə Habibin rəqibi yenə Tony Ferguson idi. Döyüş yenə təxirə salındı. Çünki Tony Ferguson diz zədəsinə görə döyüşə çıxa bilmədi. Fight with Tony, smash this guy and take belt same time. It's gonna be awesome, you know. But he pull out. This is part of the game. Yeni rəqib Max Holloway idi. Amma New York Ştat Atletizm Komissiyası Max'ın qısa zamanda çəki salmasının təhlükəli ola biləcəyini əsas gətirərək döyüşə icazə vermədi. Kəmər döyüşünə isə Habib Al-Laguita ilə çıxdı. Kəmər döyüşü Habibin illərdir gözlədiyi döyüş idi. 5 raund çəkdi. Habib raundlar ərzində rəqib üzərinə üstünlük quraraq hakimlərin yeşil qərarı ilə qalib gəldi. O 26-0-lıq məğlubiyyətsiz seriyası ilə çempion oldu. All these 2 years, I feel like I'm sitting down in the jail. And you guys see how dangerous he go when he hungry. Elə döyüş var ki, çempionluq döyüşündən də önəmlidir. Çünki onun bir tarixi var. Belə döyüş hər iki döyüşçü üçün bəlkə də həyatlarının dönüş nöqtəsi olur.
Çünki bir tərəf yüksələrkən digər tərəf zirvədən düşür. Həbib Nurməhəmmədovun populyarlığın artmasına səbəb olan döyüş isə Conor McGregor'la olan qarşılaşması idi. Hər şey Conor'un lightweight kəməri uğrunda Ed Alvarez ilə döyüşə çıxması ilə başlamışdı. Amma kəmər döyüşü Həbibin haqqı idi. Bundan sonra Həbib və Conor'un arası getdikcə gərginləşməyə başladı. Aranı qızışdıran hadisələrdən biri də Artem Lobovun Həbib və komandası tərəfindən sıxışdırılması idi. Artem Lobov Conor McGregor'ın yaxın dostu və komandasının üzvü idi. O, mediaya verdiyi açıqlamalarda Həbib haqqında bəzi tənqidi fikirlər də səsləndirmişdi. UFC 220 həftəsində Həbib və komandası Artem Lobovu oteldə sıxışdırdı. Bu hadisədən sonra video sosial mediaya sızdı. Olanlara Conor McGregor qəzəblənərək daha pis reaksiya verdi. Send a message like location. I'm gonna come wherever you want. Doesn't matter. Ireland, New York, Brooklyn or Moscow. Doesn't matter. Bu hərəkətinə görə Conor məhkəməyə verildi. Amma pul cəriməsi ilə problem həll olundu. Döyüş yavaş-yavaş yaxınlaşırdı. Çünki hər iki tərəfin döyüşmək üçün artıq səbəbi var idi. 2 illik aradan sonra Conor üçün bir mübarizə həm də bir motivasiya idi. UFC bu intriqanın həlli üçün hər iki tərəflə 6 oktyabrda UFC 229 gecəsi üçün müqavilə imzaladı. Conor və Həbib artıq döyüşə hazır idi. Döyüş öncəsi mətbuat konfransı sadəcə söz savaşından ibarət deyil. Bu əsl şou idi. Conor həmişəki kimi enerjili və aqressiv idi. Həbib isə sakin və soyuqqanlı görünürdü. Conor Həbibi çox sıxışdırsa da, atasına, özünə, ailəsinə sataşsa da, qarşısına içki belə qoysa da, Həbib daha çox soyuqqanlı olmağı seçdi və hər dəfəsində 6 oktyabrda döyüşəcəyini Conor'un yadına saldı. One way or another, we will all witness a piece of UFC history. Khabib Nurmagomedov is chasing the biggest win of his career. Və o böyük döyüş başladı. Elə ilk saniyələrdən Həbib Conor'u yerə almağı bacardı. Birinci raundun sonuna kimi onu yerdə tuta bildi və ilk raundu qazandı. İkinci raundun ilk dəqiqəsi qarşılıqlı zərbələrlə keçsə də, ikinci dəqiqədən etibarən Həbib tam üstünlüyü ələ aldı. Conor'u yerə aldı, çoxlu zərbələr endirdi və raundun sonuna qədər onu yerdə saxlaya bildi. Üçüncü raund Həbib istirahətə çəkildi və ayaqda döyüşməyi seçdi. Raund qarşılıqlı zərbələrlə başladı. Raundun ortalarında Conor aparkat zərbəsi ilə Həbibin çənəsini yoxladı. Həbib isə buna şillə ilə cavab verdi. Raund boyu döyüş ayaqda keçdi. 4-cü raundun birinci dəqiqəsi ayaqda keçsə də, ikinci raunddan etibarən Həbib Conor'u yerə aldı və döyüşü submission ilə qazandı. There's the tap! Still undisputed! Khabib Nurmagomedov has finished! Döyüş bitdi. Amma əsl dava bundan sonra başladı. Incredible. Absolutely incredible the way he dominates people in the grappling. Never seen. Bu hadisələrdən sonra hər iki tərəf də cəza aldı və bir müddət döyüşə çıxa bilmədi. Həbibin alacağı pul məbləğinin ödənilməsi Nevada Atletizm Komissiyası tərəfindən məhkəmə prosesi davam etdiyi müddətcə qadağan edildi. 11 ay aradan sonra Həbib Nurməhəmmədov 7 sentyabr 2019-da UFC 242 gecəsində kəmərini Dustin Poirier'ə qarşı qorudu. I like his boxing, his movement, everything, but I don't know what we're gonna do with
my wrestling and with my pressure. Birinci raund Həbibin üstünlüyü ilə başladı və ikinci raundda belə davam etdi. Üçüncü raunddan Poirier Həbibi götündə tutsa da nəticə əldə edə bilmədi. Həbib üstünlüyü ələ keçirib Jrnik Jok ilə qalib gəldi. Növbəti rəqib yenə Tony Ferguson idi. 4 dəfə məlum səbəblərdən bu döyüş tərəfə salınmışdı. Covid-19'un başlaması və dünyada pandemiyanın elan olunması ilə Həbib Rusiya ərazisini tərk edə bilmədi və bu döyüş 5-ci dəfə baş tutmadı. Həbibin həyatında bu dönəmi faciə baş verdi. Əbdülmanap Nurməhəmmədov dünyasını dəyişdi və bu hadisə Həbibin həyatında bəzi qərarları verməsi ilə nəticələndi. I remember when I was talking with my father, maybe it's like, should like retire it, what do you think? Like, because I'm tired again, surgery, you know? And he said like, Həbib 24 oktyabr 2020-ci ildə UFC 254 gecəsində Justin Gage ilə oktagonu paylaşdı. İlk raunddan etibarən döyüş aktiv başladı. Həbib Gage'in sərt leg kicklərinə baxmayaraq onun üstünə irəliləməyə davam etdi. İkinci raund yenə Justin'ın sərt ayaq zərbələri ilə başlasa da Həbib onu yerə aldı. İkinci raundun ikinci dəqiqəsi Həbib triangle choke ilə Justin'ı yatızdıraraq qələbə qazandı. Döyüş sonrası Həbib bəzi açıqlamalar da etdi. today I want to say it was my last fight and no way I'm gonna come here without my father. Habib's father all the time told me, when Habib retired, you have to take this belt. The dad had a vision that Habib would be the champion. Həbib Nurmagomedov 29-0'lık məğlubiyyətsiz seriyası ilə UFC karyerasını zirvədə buraxdı. Zirvəni isə həm yerlisi, komanda yoldaşı, uşaqlıq dostu İslam Makhaçevə verdi. Həbib atasının mirasına sahib çıxaraq öz yoluna davam etdi. That's why I have to be here. That's why I have to finish what my father beginning.